Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin tərəqqi medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər tərəqqi medalı ilə təltif ediliblər. Abbasova Şənay Cəlaləddin qızı, Ağamirov İlkin Musaoğlu, Allahverdi Bəxtiyar Adiloğlu, Babaşov Nemət Adı Şirinoğlu, Bayramov Mübariz Xanlaroğlu, Bəşirov Səhliyalı Vahidoğlu, Əliyev Əli Vəlioğlu, Əliyev Vaqif Əlioğlu, Hacıyev Rauf Akifoğlu, Hüseynov Bəxtiyar Niyazioğlu, Hüseynova Samirə Atamalı qızı, İlyas Emin Firudinoğlu, Krimpejana, Qasımov İsrafil Məmmədoğlu, Qəfərova Rəna Əbülfəz qızı, Məmmədov Müxtər Bilal oğlu, Məmmədova Rəna Müzəffər qızı, Mənsimov Elnur Ataşoğlu, Nurəliyev Nurlan İbadullah oğlu, Taşbax Necmettin, Vanciyi Vəliyev Ceyhun Əjdəroğlu.